Mən Rüfət Məmmədxanlı 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Unibank Kommersiya Bankında və ADA Universitetində çalışıram. Həmçinin Vəkillər Kollegiyasının üzvüyəm. Həm şəxsi inkişafımı, həm də peşəkar fəaliyyətimi yeni mərhələyə keçirmək üçün yüksəliş müsabiqəsinə qatılmaq qərarına gəldim. Burada tanıdığım yeni insanlar və öyrəndiyim yeni biliklər məni daha da təcrübəli bir insana çevirdi. Sizcə müsabiqənin ən çətin mərhələsi hansıdır və onun öhdəsindən necə gəldiniz? Mənə elə gəlir ki, ən çətin mərhələ məhz final mərhələsi idi. Çünki final mərhələsi artıq yarışın sonuna çox az qaldığı bir vaxtdır və hər bir addımın həlledici olduğu bir mərhələdir. Sizi yüksəliş qalibi edən 3 önəmli faktor. İlk növbədə mən həm vəkil, həm də pedaqoji fəaliyyətlə məşğul olduğum üçün fikrimi daha aydın formada ifadə edə bilmək bacarığı mənim qalib olmağımda mühüm rol oynadı. Digər bir faktor isə mənim inadkar bir insan olmağımdır. Yarış müddətində sona kimi mübarizə apardım və sonuncu yarışa kimi öz ümidimi itirmədim. Eyni zamanda qalib olmağımda mənim yaxşı bir komanda oyunçusu olmağım da mühüm rol oynadı. Sizcə hər dəfə daha böyük həvəslə müsabiqəyə qatılmaq olarmı? Ruhdan düşməmək üçün nələr etmək lazımdır? Məncə hər dəfə daha böyük həvəslə müsabiqəyə qatılmaq olar. Əslində mən özüm də əvvəlki yüksəliş müsabiqələrinin iştirakçısı olmuşam və bu əslində mənim motivasiyamı salmayıb, əksinə inadkar bir insan olduğum üçün məni daha da çox motivasiya edirdi. Ruhdan düşməmək üçün bu yarışı bir imkan kimi, bir fürsət kimi qiymətləndirib hər zaman öz üzərində işləmək lazımdır. Və nəzərə almaq lazımdır ki, bu yarışın qalibi və məğlubu yoxdur. Burada iştirak edən hər bir şəxs onsuz da bir qalibdir.